Bir nəfər var imiş, həmişə ata ona deyərmiş ki, bala sənin adam olmayacaq. Bu da bir vaxtdan sonra deyir, vəziyyət dəyişdi, yaxşı doğrudan da getdi, imkanlı, vəzifəlidir, pul, imkan, milyon. Oturur iş yerində birdən yadına düşür ki, atam mənə dedi, sənin adam olmayacaq. Onu deyən lazımdır ki, bax da gör. Mənim indi vəziyyətimə bax. Deyir, gecə saat 3, deyir, yox, bunu səhəri gözləməyəcəm. Bir nəfər göndərdi ki, atamı gətirin də bura. Getdilər kişini gecə saat 3-də durğuzlar yuxudan. Kişi də nə olur, deyir, oğlum səni gözləyir, mütləq gəlməlisin. Deyir ki, indi bu vaxt mən durğuz edən də biz. Çağırır da, övladın vəzifəli adamdır, elə bir adamdır ki. Kişinin yazdığı yorğun arğın, 70 yaşında kişini tutub gətirirlər. Girir içəri, deyir, bala nə olub, nə məsələdir, qorxur da bəlkə nə süt olub. Deyib, ata sənə qurban olaram, yadıma gəlir deyirdi, səndən adam olmayacaq. Bir, deyirdim, bala, nə məsələdir ki, indi gördün, hara gəlib çıxmışam. Kişi qaydım ki, bala, səndən adam olmayıb, elə olmayacaqdı. Sən adam olsaydı, gecə saat 3-də ata yuxudan durğuzu bir ayağa gətirilməzdi. İndi, kim olursan olur, övladsan. Atan üçün yenə də övladsan. Lap 50 yaşın var, yenə də övladsan. Atanın ehtiramını sındırmazlar, atanın hörmətini saxlayanlar.